Hörmüz boğazında aparılan mina təmizləmə əməliyyatları ilə bağlı Vaşinqtondan yeni açıqlamalar var. Amerika Birləşmiş Ştatları administrasiyası bölgədə hərəkətliliyin bərpası istiqamətində mühüm irəliləyiş əldə olunduğunu bildirir. Vaşinqtonda Hörmüz boğazı ilə bağlı diqqət çəkən açıqlama ABŞ prezidenti Donald Trump'dan gəldi. Trump bildirir ki, ABŞ ordusu boğazda həyata keçirilən mina təmizləmə əməliyyatlarının böyük hissəsini artıq başa çatdırıbdır. Prezidentin sözlərinə görə əməliyyatlarda ABŞ hərbi dəniz qüvvələrinin yüksək texnologiyalı mina təmizləmə gəmilərindən istifadə olunubdur. Ağ Ev hesab edir ki, bu addım bölgədə gəmiçiliyin təhlükəsiz bərpası üçün vacib mərhələdir. Trump eyni zamanda ABŞ və İran arasında razılaşma əldə olunacağı təqdirdə Hörmüz boğazının dərhal açılacağını bəyan edibdir. Bu açıqlama qlobal enerji bazalarının diqqətini yenidən bölgəyə yönəldibdir.